Dövlət Təhlükəsizlik orqanlarının peşə bayramıdır. Bəli, deməli, Ulu Öndərin ilə sərəncamı ilə hər il mart ayının 28-i Dövlət Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramını respublika olaraq biz qeyd edirik və bu yolda xidmət göstərən bütün Dövlət Təhlükəsizlik orqanlarının əməkdaşlarına uğurlar diləyirik, nailiyyətlər diləyirik. Bu insanlar gecə-gündüz çalışırlar xalqın təhlükəsizliyi, vətənin təhlükəsizliyi, torpaqların təhlükəsizliyi uğrunda. Biz də Kanal S ailəsi olaraq, Çıxış Yolu ailəsi olaraq ürəkdən təbrik edirik bu orqanın bütün əməkdaşlarını, bütün işçilərini və elə hal-hazırda bizimlə bərabər əməkdaşlıq edən ARHD.az informasiya agentliyinin üzvləri də hal-hazırda Moskvadadırlar, Rusiyadadırlar, ezamiyyətdədirlər. Onların da təbriki var, bizdən xahiş etdilər ki, bizim də təbrikimizi efir vasitəsilə Dövlət Təhlükəsizlik orqanlarının əməkdaşlarının bu peşə bayramı günü çatdırasınız. Gəlin onların da təbrikini izləyək. Bizim 2 həftəlik ezamiyə müddətimizə düşdüyü üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin peşə bayramını xarici ölkədən təbrik edirəm. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti təkcə Azərbaycan dövlətinin təhlükəsizliyinə cavabdeh olmaqla bərabər eyni zamanda sabitliyi ilə inkişafını da qoruyur. Görünməyən cəbhədə xidmət aparan hər bir əməkdaşını bu peşə bayramı gününün münasibəti ilə təbrik edirəm, uğurlar arzulayıram. Təxminən söyləyirəm ki, bir Azərbaycan Respublikasının vətəndaşı olaraq azad olunan torpaqlarda o Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinin şöbələri açılaraq orada da yüksək səviyyədə 3 rəngli müqəddəs bayrağımızın altında xidmətlərini tamamilə doğru. Bilirsiniz, biz bunu da unutmalı deyirik ki, dahi Ulu Öndər Heydər Əliyevin ruhu şaddır ki, Şuşamız azad olunur, Qarabağımız azad olunur. Eşq olsun müqəddəs Azərbaycan dövlətində. Bir daha da Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarını səmimi qəlbdən peşə bayramı münasibətilə təbrik edirik Moskva şəhərində. Uğurlar arzu edirik.